Qoç bürcü. Sevdiklərinizlə fikir ayrılıqlarından qaçmaq həmişə mümkün olmur. Bununla belə işlərin hansısa ciddi qarşıdurmalara gəlməsi də çətin ki. Günün başlanğıcı mühüm qərarlar qəbul etmək üçün çox uyğun deyil. Kiçik çətinliklər ola bilər, lakin siz onların öhdəsindən uğurla gələcəksiniz. Bir çox qoç qeyri-adi dərəcədə cəlbedici olacaq ki, bu da onların başqaları ilə münasibətlərinə yaxşı təsir edəcək. Yeni tanışlıqlarda simpatiya oyatmaq asan olacaq. Günün ikinci yarısı kifayət qədər uğurlu alınacaq. Nüfuzlu insanlarla faydalı əlaqələr qura biləcəksiniz. Buğa bürcü. Ehtiyatlılıq və incəlik sizin ən yaxşı köməkçiləriniz olacaq. Səhər başqaları ilə dinc münasibətlər saxlamaq çətin olacaq, lakin mübahisələrə girməməyə və yaxınlarınıza qarşı iddialar irəli sürməməyə çalışmaq vacibdir. Bir çox buğalar xırda şeylərə hədsiz əhəmiyyət verməyə və hər şeyi ürəyə çox yaxın tutmağa meyilli olacaqlar. Ancaq yavaş-yavaş özünüzü bir yerə çəkə və müsbət bir ruh halına düşə biləcəksiniz. Özünüzü yeni işdə sınamaq və gizli istedadları kəşf etmək üçün yaxşı vaxtdır. Təhsil almaq da asan olacaq və əldə etdiyiniz bilik tezliklə sizin üçün faydalı olacaq. Əkizlər bürcü. Həvəs və pozitiv münasibətiniz sayəsində istənilən işin öhdəsindən gələ bilərsiniz. Yaxınlarınızla vacib məsələləri müzakirə etmək yaxşı olar. Bəzi əkizlər başqa nöqteyi nəzəri eşidib qəbul edə, çox şey haqqında düşünə və sonda ağlabatan qərarlar qəbul edə biləcəklər. Eyni zamanda heç yerə tələsməyə də ehtiyac yoxdur. Çox güman ki, gözlənilməz hadisələr sizi planlarınızı tez dəyişməyə məcbur edəcək. İş və ya biznesin inkişafı ilə bağlı perspektivli təkliflər almağınız mümkündür. Axşam lazımsız şeylərdən qurtulmaq üçün mükəmməldir və bu təkcə əşyalara deyil, həm də aktuallığını itirmiş fikirlərə aiddir. Xərçəng bürcü. Gün çox rəvan keçməyəcək, amma çox iş görəcəksən. Səhər məişət problemlərinin həlli ilə məşğul olmalı olacaqsınız və heç bir işi uzun müddət təxirə salmamalısınız. Bütün xərçənglər sevdikləri ilə ortaq dil tapa bilməyəcəklər. Köhnə fikir ayrılıqları ağla gələcək və vəziyyətin sürüşməsinə imkan verməmək daha yaxşıdır. Əgər səbirli olsanız və soyuqqanlılığınızı qorumağa çalışsanız, hər şeyi müzakirə edə və bir sıra münaqişələri həll edə biləcəksiniz. Axşam gələcək üçün planlar qurmaq üçün münasibdir. Nəyə nail olmaq istədiyinizi və hansı addımları atmağa hazır olduğunuzu düşünmək üçün biraz vaxt ayırmaq daha yaxşıdır. Şir bürcü. Enerjiniz və xasiyyətiniz sizə çox şeyin öhdəsindən gəlməyə imkan verəcək, lakin bəzi çətinliklər də gətirə bilər. Fikirlərin toqquşması səbəbindən yaxınlarınızla mübahisələr mümkündür. Eyni zamanda sizin üçün yükə çevrilmiş köhnəlmiş fikir və münasibətlərdən qurtulmağın vaxtı çatacaq. Bir çox şir qeyri-adi dərəcədə iddialı olacaq, bu enerjini düzgün istiqamətə yönəldə bilmək vacibdir. Axşam ümumi işgüzar və ya peşəkar maraqlarınız olan dostlarla görüşmək üçün əlverişli zamandır. Birlikdə bir çox perspektivli layihələr hazırlaya biləcəksiniz. Qız bürcü. Çox müxtəlif insanlar üzərində qalib gəlməkdə çox yaxşı olacaqsınız. Bir çox qız bürcləri emosional yüksəliş hiss edəcəklər, buna görə də bütün planlaşdırılan işlərin öhdəsindən gözlənildiyindən daha tez gələcəklər. Çölə çıxmaq üçün əlverişli gündür. Sizi maraqlandıran hər kəsdə asanlıqla gözəl təəssürat yaradacaqsınız. Dostluğun, əməkdaşlığın və ya hətta romantik bir hekayənin başlanğıcı ola biləcək perspektivli tanışlıqlar mümkündür. Axşam saatlarında yaxınlarınızla çox mühüm söhbətlər aparacaqsınız. Biz bir-birimizi daha yaxşı başa düşə və bütün kobud kənarları hamarlaya biləcəyik. Tərəzi bürcü. Təsir edə bilməyəcəyiniz bir çox dəyişikliklərlə qarşılaşacaqsınız. Bununla belə demək olar ki, hamısı yaxşılığa doğru çıxacaq. Bir çox tərəzi üçün başqaları ilə münaqişələrdən qaçmaq çətin olacaq, lakin nəticədə yığılmış ziddiyyətləri üzə çıxarmaq və onları həll etmək imkanı yaranacaq. Biri ilə münasibətə son qoymalı olsanız belə, bunun ən doğru şey olduğunu başa düşəcəksiniz. Günün ikinci yarısı yeni şeylər öyrənmək üçün qeyri-adi dərəcədə əlverişlidir. Yaxın gələcəkdə sizin üçün faydalı olacaq bir şey öyrənəcəksiniz. Xoş xəbərlər almağınız mümkündür. Əqrəb bürcü. Çox sərt və iddialı olmasanız, gün çox yaxşı keçəcək. Yaxın ətrafınızdakı insanlarla, hətta onların səhv olduğunu düşünsəniz belə, onlarla mübahisə etməməlisiniz.
Bir çox əqrəblər qeyri-adi dərəcədə inandırıcı və cazibədar olacaqlar, buna görə də yeni tanışlarla asanlıqla ümumi dil tapacaqsınız. Qısa səfərlər həm tək başına, həm də sevilən birinin əhatəsində uğurlu olacaq. Günün ikinci yarısı mühüm qərarlar qəbul etmək üçün çox uyğun deyil. Ancaq ev işlərinə vaxt ayıra və uzun müddət görmədiyiniz qohumlarla ünsiyyət qura biləcəksiniz. Oxatan bürcü. Səhərdən etibarən yüngüllük və emosional yüksəliş sizi müşayiət edəcək. Uzun müddət həll etməkdə tərəddüd etdiyiniz bir çox problemləri həll edə biləcəksiniz. Bir çox oxatanlar ev işləri ilə məşğul olmalı, yaxınlarına problemlərində kömək etməli olacaqlar və bu çox da yorucu olmayacaq. Dostlar işlərinizdə fəal iştirak edəcəklər və bu çox uyğun olacaq. Qarşınızda qaçırmaq istəməyəcəyiniz cazibədar perspektivlər açıla bilər. Faydalı və nüfuzlu insanlarla əlaqələr qurmaq imkanı yaranacaq. Oğlaq bürcü. Heç bir yerə tələsməmək və detallara yersiz əhəmiyyət verməmək vacibdir. O zaman siz emosiyaların öhdəsindən gələ və yaxınlarınızla mübahisələrdən qaça biləcəksiniz. Bəzi oğlaqlar qohumlarına problemlərini həll etmək üçün öz işlərinə ara verməli olacaqlar. Yeni şeylər öyrənmək və qeyri-adi fəaliyyətlərə yiyələnmək yaxşı olacaq. İlk uğurları çox gözlətməyəcək. Özünə inam bir çox problemlərin öhdəsindən gəlməyə imkan verəcək. Ciddi məsələlərin müzakirəsi üçün əlverişli zamandır. Ortaq dil tapmaq gözlədiyinizdən daha asan olacaq. Dolça bürcü. Sakitlik və soyuqqanlılıq istənilən işdə sizə kömək edəcək. Bir çox dolça yaşlı qohumların məsləhətlərinə qulaq assa yaxşı olar, uyğun və vaxtında olduğunu sübut edəcəkdir. Qısa səfərlər üçün əlverişli vaxt, onlar çox canlı təəssüratlar gətirəcəklər. Düzgün insanları qəbul etmək üçün yaxşı gündür. Günün ikinci yarısında etibarlılığını praktikada hələ sübut etməyənlərə etibar etməməlisiniz. Bütün gözləntiləriniz özünü doğrultmayacaq, amma bu barədə çox narahat olmayın, hər şey sonda yaxşı olacaq. Balıqlar bürcü. Dəstək axtarmaq və faydalı əlaqələr qurmaq üçün əla gündür. Cəsarət və özünə inam sizin əlinizdə oynayacaq. Bir çox balıqlar çoxdan həll edilməli olan məsələləri həll edə biləcəklər. Nüfuzlu havadarlar əldə edə biləcəksiniz. Bütün işlərin öhdəsindən tək gəlmək məcburiyyətində olmayacaqsınız, etibarlı tərəfdaşlar və yaxın insanlar kömək təklif etməyə hazır olacaqlar. Yaşlı qohumları ziyarət etmək və evdə qonaq qəbul etmək üçün əlverişli vaxtdır. Ünsiyyət sizə təkcə zövq verməyəcək, həm də dəyərli fikirlər verəcəkdir.